Bu qərar barədə mən pozitiv yanaşıram. Fikirləşirəm ki, bu gənclərin hansı ki, universitetdə oxuyurlar, işləyirlər, məsələn, məktəblilər. Yəni kim olsun, məncə çəkməli deyirlər, əsasən də gənclər. Azərbaycanda qadağan edilən yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq edilməsi xəbəri əksər şəhər sakinlərinin ürəyincə olub. Məsələ Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsində təklif olunan dəyişikliklərdə öz əksini tapıb. Ən çox da bu restoranlarda yığışdırılmağına çox sevinirəm. Çünki mənim özüm ümumiyyətlə istər elektron olsun, istər adi siqaret olsun, onların qoxusuna qarşı çox həssasam, götürə bilmirəm və direkt öskürməyə başlayıram. Pis. Məncə bu elektron siqaret ona görə yaradılıb ki, istədiyimiz yerdə rahat siqaret çəkə bilək, heç kimə mane olmayaq, amma bunu da əlimizdən aldılar. Mən bir istifadə edirəm özüm, ona görə mənə xoş gəlmədi. Ümumiyyətlə, siqaret əleyhinə aparılan mübarizə hamısı yerinə düşür də, cəmaata ziyan gətirir ancaq. Aydın, mən özüm siqaret çəkmişəm, gitmişim. Siqaret, hər cürə siqaret çəkir. Xüsusilə elektron siqaretlər çox şeydir, ümumiyyətlə, insan orqanizmi üçün çox təhlükəlidir. Orqanizmə ziyan demişkən, elektron siqaretlərin insan sağlamlığına zərəri adi siqaretlərdən qat-qat çoxdur. Mütəxəssislər belə deyir. Bugün elektron siqaretlərin insan orqanizminə zərərləri elmi araşdırmalarla sübut edilmişdir. Belə ki, elektron siqaretin tərkibində kifayət qədər kimyəvi maddələr vardır ki, bunlar da insan orqanizminə ciddi şəkildə zərər yetirir. Belə ki, elektron siqaretin tərkibində olan diastil adlı maddə popkorn adlı xəstəliyin yaranmasının əsas səbəbidir ki, artıq popkorn xəstəliyindən insan ölümü qeydə alınmışdır. Bununla yanaşı elektron siqaretlər insanlarda EVALI adlı xəstəliyin də yaranmasının əsas səbəbidir. Həmçinin dəyişikliyə əsasən Azərbaycanda elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı, eyni zamanda satış məqsədi ilə saxlanılmasına görə cərimələr müəyyənləşir. Fiziki şəxslər 350 manatdan 500 manata dək, vəzifəli şəxslər 1650 manatdan 2200 manata dək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manata dək. Qanun təsdiqlənərsə, 2026-cı ilin aprelin 1-dən qüvvəyə minməsi gözlənilir. Vurğun Mədətov, Fərid Cəfərov, İTV Xəbər.